Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz çalışmalar həll edəcəyik. İlk olaraq gəlin çalışmanın sizə səhifəsini deyim, kitabı deyim. Deməli çalışma Ağmarti Aori, Ağmarti A2 Rveuli dəftərindəndir və bu səhifə 39-dur. Yəni 39 Qverdi 39 Qverdi səhifə deməkdir, yoxmu? Buradaki olan çalışmalar edəcəyik. Oradakı 5-ci çalışmanı edəcəyik. Sonra isə 6-cı tapşırığı həll edəcəyik. Vaxtımız olsa 7-ni də bəlkə həll etdik. İndi gəlin ilk olaraq 5-ci ilə başlayaq. Dostlar, 5-cidə rəqəmlər yazılıb, sayılar yazılıb və biz bunu sıra sayına çevirməliyik. Biz bundan qabaqki dərsdə də sıra sayıları haqqında danışmışdıq. Sıra sayıları necə düzəldirik, bunun haqqında danışmışdıq. Gördüyünüz kimi birincidə 22 yazılıb. 22 gürcə nətərdir? Otsta ori. Sonra buna sıra sayına çevirmişik. Biz necə öyrəndik? Dedik ki, mürəkkəb rəqəmlərdə, mürəkkəb sayılarda da varsa, da birləşdirici, da'dan sonraki hissəni biz sıra sayına çeviririk. Və bu olurdu otsta meore. Ori, bunu sıra sayına çevirəndə necə olur? Çünki önünə me əlavə edirik, arxasına və əlavə olunduğu zaman isə sonundan o i hərfi sayıtı düşürdü. Meore. Otsta meore. Yəni 22-ci bu verilibdir və bu nümunəyə uyğun biz digər rəqəmləri sıra sayına çevirməliyik. İkincidə 13 yazılıbdır dostlar. 13 gürcə necədir? Çamedi. Çamedi. 13-cü deyəndə deyirik meçamede. Meçamede 13-cü. Ondan sonra 130 yazılıb. Yəni as otsta ati. As otsta ati. Daha bundan sonra ati. Bunu çevirəcəyik sıra sayına. Bu olacaq as otsta meate. 130-cu deyəndə deyirik as otsta meate. Sonra 90 yazılıb oraya. 90 gürcə necədir? Otxmotsta ati. Otxmotsta ati. Da'dan sonra ati, bunu çeviririk və bu olur otxmotsta meate. Otxmotsta meate, yəni 90-cı. 17. Çvidmedi. Çvidmedi. 17-ci olacaq meçvidmede. Meçvidmede. 17-ci. 46 yazılıb, yəni ormotsta ekusi. Ormotsta ekusi, daha bundan sonra ekusi, bunu çeviririk sıra sayına və olacaq ormotsta mekuse. Ormotsta mekuse, yəni 46-cı. Sonra gəlir 77, yəni samotsta çvidmedi. Samotsta çvidmedi. Daha bundan sonra çvidmedi, bunu çeviririk sıra sayına və bu olur samotsta meçvidmede. Samotsta meçvidmede, yəni 77-ci. 28 otsta rva. 28-ci olacaq otsta merve. Otsta merve 28-ci. 35 otsta tutmedi. Otsta tutmedi. Bunu sıra sayına çevirik və bu olur otsta metutmede. Otsta metutmede. Sonra gəlir 82, yəni otxmotsta ori. 82-ci olacaq otxmotsta meore. Otxmotsta meore, yəni 82-ci. Sonuncu 154 yazılıb oraya, yəni as ormotsta totxmedi. As ormotsta totxmedi. 154 deməkdir. 154-cü olacaq as ormotsta metotxmede. As ormotsta metotxmede. Yəni 154-cü. Bu bizim birinci tapşırığımız idi. İndi keçirik həmən səhifədə, yenə 39-cu səhifədə Savarcişo ekusi, tapşırıq 6. Bunu da həll edək gəlin dostlar. Burada nə baş verir? Mötərizənin içində feilin formaları verilibdir və biz düzgün olanı boş yerə əlavə edib cümləmizi tamamlamağımız lazımdır. Gəlin ilk olaraq nimuşi, nümunəni oxuyaq. Xval Demetre itamaşeps. Sabah Demetre oynayacaq. Mötərizənin içində çünki verilib itamaşa oynadı. İtamaşeps oynayacaq. Vitamaşep oynayacağım mən.
Əlbəttə ki, Demetrədən söhbət gedir və xval yazılıb sabah İtamaşeps oynayacaq. Birincini oxuyaq. Xval, Nino, muşaobas, sabah Nino işləməyə, mötərizənin içində yazılıb viçqeb başlayıram, içqebs başlayır, daviçqeb başlayacam. Burada kimdən söhbət gedir? Nino'dan söhbət gedir, yəni içqebs başlayır. Xval, Nino, muşaobas, içqebs. Sabah Nino işləməyə başlayır. İkinciyi oxuyaq. Zek, çemi dabadebis dğeya da albat mari. Zek birisi gün deməkdir dostlar. Birisi gün mənim ad günümdür və yəqin ki Mari mötərizənin içində rekavs zəng edir, vrekav zəng edirəm, darekavs zəng edəcək, zəng edər. Burada əlbəttə ki darekavs olacaqdır. Yəqin ki Mari zəng edəcək, zəng edər. Üçüncünü oxuyuruq. Qaisad meda çemi cma uqet. Qaisad gələn il deməkdir dostlar. Gələn il mən və mənim qardaşım uqet daha yaxşı viscavli öyrənəcəm, oxuyacam. Viscavlit öyrənəcəyik, iscavlit öyrənəcəksiniz. Burada əlbəttə ki meda çemi cma mən və mənim qardaşım olduğu üçün, yəni biz olacaq viscavlit oxuyacağıq, öyrənəcəyik. Dördü oxuyuruq. Şemdeg cels niya med cigans, yəni sonraki il niya daha çox kitabı qada targımnis tərcümə edəcək. Qada targımına tərcümə etdi. Qadav targımne tərcümə etdim. Burada niyadan söhbət gedir və şemdeg cels yazılıb, yəni sonraki il olacaqdır qada targımnis, yəni tərcümə edəcək. Beşi oxuyaq. Mazek Nikas გამოცდები ეწყება და ტექსტებს ახლა. Mazek, zek birisi gün deməkdir, yoxmu? Xval sabah, zek birisi gün, mazek daha birisi gün. Yəni daha birisi gün Nikanın imtahanları başlayır və tekstləri, yəni temaları, mətnləri, daha doğrusu mətnləri indi qitxulobs oxuyur. Vqitxulob oxuyuram. Qitxulob oxuyursan Nikadan söhbət gedir. Əlbəttə ki, qitxulobs oxuyur olacaqdır. Altıncını oxuyaq. Nino cels upro lamazad. Nino bu il daha gözəl vcer yazıram. Cers yazır. Cer yazırsan əlbəttə ki Nino cers olacaqdır. Yəni yazır. Bu il daha gözəl yazır. Yeddini oxuyaq. Quşin megobarma, dünən dostum da ditxans lap-araqobdit və uzun müddət danışırdıq. Quşin megobarma, dünən dostum dagireka sənə zəng etdi, daureka ona zəng etdi, damireka mənə zəng etdi. Əlbəttə ki damireka olacaq. Yəni dünən dostum mənə zəng etdi və uzun müddət danışırdıq. 8-i oxuyaq. Quşinçin qalatburti da qvelas vacobe. Quşinçin sırağa gün deməkdir dostlar. Quşin dünən, quşinçin sırağa gün. Sırağa gün basketbol. Qalatburti basketbol deməkdir. Basketbol mötərizənin içində nə verilib? İtamaşe oynadın, vitamaşe oynadım, itamaşa oynadı. Əlbəttə ki vitamaşe olacaq, oynadım. 9-u oxuyuruq. Şarşan meds vidre cels. Keçən il daha çox varcişob məşq edirəm. Varcişobdi məşq edirdim. Vivarcişeb məşq edəcəm. Şarşan keçən il, keçmiş zamanda əlbəttə ki burada düzgün formadır. Varcişobdi, yəni məşq edirdim. Vidrecels nəinki bu il. 10-cunu oxuyaq. Uq və meore celiya rac ana teatrşi artıq ikinci ildir ki ana teatrda muşaobs işləyir. Muşaob işləyirsən, muşaob işləyirəm. Anadan söhbət gedir. Ona görə də düzgün forma muşaobs. Baxın, budur dostlar. Deməli dostlar, bugünlük bu qədər. Məncə bu qədər yetərlidir bugünlük. Bugün biz Ağmarti Auri Rveuli'dən Ağmartin A2 səviyyəsinin dəftərindən səhifə 39-da olan 5-ci və 6-cı tapşırıqları həll etdik. Hər birinizə uğurlar arzu edirəm. Gələn dərslərdə görüşəndək sağ olun, salamat qalın. Qarqad.